Salam, Kreativ Adam kanalına xoş gəlmisiniz. Bugünkü mövzumuz Google Chrome'da olan, ümumiyyətlə istənilən browserda olan virusları təmizləməyi göstərəcəm. İlk olaraq Google Chrome'dan başlayaq. Google Chrome üçün nə lazımdır bizə? Google'a daxil olaraq ilk olaraq nə lazımdır? Google Clean Up Tool lazımdır. Bunu yükləyirik. Hemen indir. Bu dil fərqi ola bilər, eynidir. Kabul et və indir. 4 megabaytlıq bir proqram yükləyir. Bu Google'un rəsmi proqramıdır. Öz proqramıdır. Yüklənsin. Chrome Cleanup Tool Exe. Bunu açırıq. Çalışdır. Temizlətsə. Program aranıyor deyir. İnternetdə yəni necə virus deyirik biz. Yəni sizə məsəl üçün hansı sayta daxil olursunuz, reklamlar çıxır, başqa səhifəyə yönəldir, istədiyiniz səhifədə baxa bilmirsiniz. Onun üçün bu daha yaxşıdır. Proqram bulunamadı deyir. Daha fazla bilgi ziyarət edin. Bilgisayar ilə Chrome iyiləşdirin. Davam etdirir. Məndə bu dəqiqə virus olmadığı üçün yoxdur. Sizdə olanda təmizləyəcək özü. Sonra devamı basıb burada sıfırlığa basırsınız və sıfırladıqdan sonra uzantılarınız devre dışı olur və geçmişiniz də silinir. Sonra başqa proqram göstərim. ISO necəydi? Bit Installer. Bit Installer proqramı var. Bunu yüklüyorsunuz. Free download var. Premium'unu şeyden yükleyebilirsiniz. Fullprogramlar.com var. Böyük ihtimal ben bu saytı istifadə edirəm. Proqramların %80'i %70'i burada olur. Bit Installer gördüğünüz gibi bu da var imiş. Bunu buradan da yükleyebilirsiniz. Pro versiyasını. Buradan da ben bu free versiyasını göstereceğim. Çünkü bu daha yeni versiyada 12 megabaytlı. Bit Installer indir bölməsi var. Tam indir də yönəltdi bizi. Yüklənsin. Çox yararlı proqramdır. Bu dəqiqə məndə bu sürətdən yüklənməyini də istəsəz video şəklində göstərə bilərəm. İnternet download menacerdə onu nastroyk eləmək olur, ayarlamaq olur. Əgər istəsəz şərh olaraq yazın. Videosunu çəkim göstərim. Open deyək. Başladıq. Şimdi çalışdır.
geldim. Biz burada ne edirik? Araslar çubuğu ve eklentiler. İnternet browserinizdə Google Chrome'a daxil olaq. Gördüğünüz gibi məndə bir dənə bu Apple'ındır. Bu da Tonic internet download. Bu da internet download menajeridir. Bunların hamısını tanıyıram mən. Eğer sizdə tanımadığınız program varsa seçirsiniz, kaldırırsınız. Mesela Apple'ı, ama bu virüs olmadığına eminim mən. Buna basın, mən kaldırırım sizin için. Seçilen ve kaldırmaya emin misiniz? Hadi kapatmaya tıklayın lütfen. Chrome çalışıyor. Chrome'u bağlamalıyım. Çalışır. Bonjour Pro kaldırmak istiyorum. Siz kaldır. Gösterme maksadıyla eləyəcəm. Başka browser aradı, baxaq belki orada. Niye böyle gec kaldırır? Vaxt nəticəsi 6 dəqiqə oldu. Bunlar özü kaldıracaq. Mən bunu indi göstərməyim, beləcəsə uzun çəkəcək. Dondu. Sildim. Həmçinin bakalım yeniden açalım. Biraz dizaynı değişik. Bir de pis görünür. Görsel efekt. Neyse bunu sonra düzeltirim. Geldi buradan. Yeniden açaq. Başka browserlara baxaq. Mozilla məsəl üçün. Bu Microsoft'undur. Unity'dir bu da. Bunlar virüs değil, ona eminim. XML Helper. Bu Bing'di. Bunlar o kadar da problemli şey değil. Kaldırmayacağım. Bu kadar dostlar videomuz. Bu tipli videoların gelmesini istiyorsanız videoyu beğenin, paylaşın. Kanala abone olmayı unutmayın. Bu kadar. Sağ olun.